Bəzi insanlar deyirlər ki, filan şey eləmək üçün nəsə səbəb olmalıdır. Yəni səbəb olsun ki, mən bunu eləyim. Nəyə görə eləməliyəm mən bunu? Və keçən videoda dediyim kimi həyatlarından belə deyək də narazı olan insanlar ki var. Hələ də narazıdırlar, hər gün narahatçılıq içindədirlər, amma hal-hazırdakı ətraf mühitindən çıxmaq istəmirlər. Hal-hazırdakı ətraf mühitin səni narahat eləyirsə, sən əgər narazısansa, qazandığın pul səni qane eləmirsə və yaxud da ki, ətrafındakı dost-tanışların səni qane eləmirsə və yaxud onlardan hər hansı bir şeylər əldə eləmirsənsə, bu pul olmaya bilər. Qazanc dediyimizdə, qazanc bu o demək deyil ki, sadəcə puldur. Qazanc adı çəkiləndə ağlımıza gələn ilk şey maddi, yəni pul əskinası olur. Lakin biz bunu belə düşünməliyik ki, qazanc, əgər hər hansı bir insanla dostluq eləyirəmsə, onunla qazancımız bir-birimizlə aramızda olan qazanc olmalıdır. Mən ona hər hansı bir xeyir qatmalıyam, bir mənfəət verməliyəm. İndi hal-hazırda bütün belə deyək, münasibətlər, ailə münasibətlərindən tutmuş, dost münasibətlərinə qədər, sevgi münasibətlərinə qədər hamısı mənfəətlə qurulur. Bu da normal bir haldır. Yəni hər hansı bir mənfəətin olması pis bir iş deyil. Təbii ki, burada bir mənfəət olmalıdır ki, qazan-qazan, win-win olmalıdır ki, insanlarda daha çox passion olsun, daha çox canfəşanlıq olsun ki, o münasibətləri davam elətdirsinlər. TikTokda bir səhifə gördüm. Bir nəfər də deməli bu dünyanı gəzir və hal-hazırda Alyaskada. Adam qarların içində sürüşə-sürüşə, qar yağır, buzdur hər tərəf gedir və bir nəfər kommentlərə girdim, baxdım ki, hardasa 5-6 milyon bəyəni var videoda və bir 10 minə yaxın da rəy var. Girdim rəylərə biraz maraqlı da oxuyum, nə var, nə yox. Bir nəfər orada yazıb, nədir axı insanları məcbur edən belə şeylər eləməyə. Bu məni biraz düşündürdü. Yəni nəyə görə insanlar, bəlkə də o insan yorğanın altından yazır ki, nədir axı insanları vadar eləyən? Çünki artıq o insan üşənir. O insan bunu eləməz. Yəni onun həyat eşqi demək olar ki, sönüb. Hal-hazırda insanlar ki var, paraşütlə tullanırlar. İnsan var ki, kosmosdan tullanır. Ki bunu hər insan bacara bilməz təbii ki, amma onların bu iş eləməyə passionləri var. Bu iş eləməyə şövqləri var və içdən gəlmə onların bir istəkləri var ki, bunu eləyirlər. Ki onları heç kim məcbur eləmir buna. Əgər kimsə məcbur eləsə bunu onlara, təbii ki, bunu eləyə bilməzlər və yaxud da sosial mediada paylaşmazlar. Bu fərqli bir mövzudur. Yəni hər hansı bir insan nə isə eləyirsə və o tənbəl insanlar ki, heç nə eləmirlər və kommentlərdə sadəcə yazırlar, bu nədir eləyir bu insan, nədir bunun həyat eşqi? O insanların həyat eşqi sönüb. Əgər bu videoya baxırsansa, əgər sənin də həyat eşqin sönübsə, indi hal-hazırda dur nə isə elə, bu dəqiqə, elə bu dəqiqə. Bəlkə uşaq vaxtı deyirdin ki, filankəs olacam. Ola bilər ki, rəssam olmaq istəyirdin və yaxud da maşın düzəltmək istəyirdin və yaxud da nə bilim, hər hansı bir tanınmış bir insan olmaq istəyirdin və yaxud da fərq eləmir, hər hansı bir insan olmaq istəyirdin, deyək ki, uşaq vaxtında. Və bunu eləməmisən, dur ona uyğun, ona bənzər, ona yaxın olan hər hansı bir işi gör. Ki bu sənin qəlbində hər zaman olub, uşaqlığından qalma bir istək olub. Hal-hazırda ki, sənin heç bir istəyin yoxdur, ən azından uşaqlığında olan istəyi və hal-hazırda yerinə yetir. Bəlkə də bu istəyin, o uşaqlıqda yaranan, səndə yaranan istəyin hal-hazırda müəyyən bir qismini eləsən, irəliləyən günlərdə də onu davamlı eləyəcəksən. Ona görə də əgər hər hansı bir iş görmək istəyirsinizsə və yaxud da görməmək istəyirsinizsə, bu videonu izləyirsinizsə, mən deyərdim ki, əgər müəyyən peşə arxasında gedirsinizsə və yaxud da uşaqlığınızda və yaxud da böyüdükdən sonra eləmək istədiyiniz şeyləri hal-hazırda eləyirsinizsə, davam eləyin. Onları bu gün 1 eləyirdinizsə, sabah 2 eləyin, birisi gün 3 eləyin onu, o birisi gün 5-ə qatlayın, 6-ya qatlayın. Yəni tam istəklərinizin sərhədinə çıxın. Ki onda həyata bağlılığınız daha da artacaq. Amma kimlər ki var hal-hazırda heç nə eləmirlər, deyək ki, işinə gedib gəlir, amma heç bir ekstra əmək yox. Deyək ki, çörək bişirəndirsə, misal çəkirəm, gedir çörəyini bişirir, gəlir. Təbii ki, yorğunçuluq olur, amma mən onu qınamıram. Amma nə qədər ki yorğun olsa müəyyən bir zaman istirahət eləyəndən sonra
həyat eşqin olsa səndə müəyyən şeyləri eləyərsən ekstra. Ancaq girir TikTokda boş-boş videolar izləyir və boş-boş kommentlər yazır ki, o bir nəfər ki vardı, mən baxdığım videoda deyirdi ki, bu adam nə daxı bunun həyat eşqi belə şeylər eləyir. Ki gedir Alyaskaya, mənfi neçə dərəcə şaxtanın altında gəzir, experience eləyir, təcrübə eləyir onları. Bu insanlardan olmaq istəmirsinizsə, indi hal-hazırda durun, eləmək istədiyiniz işlərin arxasında gedin. Bəlkə yarımçıq qalan hər hansı bir işiniz var, bəlkə ev işinizdir, hər hansı bir anavız, atavız sizə bir iş tapşırıb, onu bitirin və yaxud da həyatınızda sizə kömək olacaq, gələcək həyatınızda sizə uğur qazandıracaq nəyisə eləməli idinizsə və onu saxlamışdınızsa, onu davam elətdirin və bu videonu da izləyirsinizsə, zəhmət olmasa bu kanala abunə olun. Mən 5 ildir Dubayda yaşayıram. 5 ildən artıqdır indi gəlmişəm Bodruma istirahətə. Dubai lifestyle-ı, ümumiyyətlə həyat haqqında, biznes haqqında videolar çəkib paylaşıram. Travel haqqında videolar paylaşıram və 11.000 abunə həqiqətən utanc vericidir mənim üçün. Zəhmət olmasa abunə olun və dostlarınızla da paylaşın ki, alqoritm bizi daha çox insanlara göstərsin. Təşəkkür edirəm, minnətdaram.